İlkin müəllim, sağlam həyat nə deməkdir? Birinci, biz doğru olaraq həmişə hər bir şeyin kəlməsinə, kökünə getməyə çalışırıq ki, ümumiyyətlə bu sözün mənası nədir və içəriyi nədir. Sağlam sözün kökündə sağ dayanır. Bizim yaxınlarda çəkdiyimiz sağ və sol haqqında video rolikimiz də var. Düzdür, insanlar solaxaylar hamısı tökülürlər üstümüzə ki, bizim nə günahımız var. Yəni, sağ kəlməsi insanın ümumiyyətlə sağ tərəfi indiki və gələcək zamana aid bildirir. Yəni, bizim bədənimizdə, sağ tərəfimizdə yaranan problemlər bizim indiki və gələcək zamanımıza aid hansısa yaxınlarımızla bağlı energetik, informatik zədələrdən xəbər verir. Sol tərəfimiz isə bizim keçmişimizlə bağlı. Yəni, bu bizim valideynlərimiz də ola bilər, keçmiş iş yoldaşlarımız da ola bilər, həyat yoldaşlarımız da ola bilər və s. və l. Yəni, sağ deyəndə bizim sağ kəlməsi həm tərəf bildirir, həm də sağ qalmaq sözü var da, yəni sözün kökündə sağ var, sağlıq var. S hərfi özü də həm işığı bildirir, həm sonsuzluğun yarısıdır. Bəli, bəli. Yəni, o sağlamlıq deyəndə ilk növbədə sən rusca deyirlər, здесь, indi və burada olmalısan. İndi və burada olan insan sağlam olur, yəni gələcəyə yönəliyi olur, hədəfi olur adamın ki, gələcəyə gedir. O insanlar var, deyirlər ki, keçmişdə yaxşı idi, hayf deyildi, məsəl üçün də deyirlər, Sovet vaxtı belə-belə. O, elə keçmiş haqqında pəhpəhlə danışan insanlar əslində indiki zamanda xoşbəxt deyirlər və gələcəklə bağlı heç bir ümidləri yoxdur və planları yoxdur. Özlərini dartırlar keçmişə. Bu insanlar çox hallarda xəstə olurlar.